Ben yəqin tanıdınız da, çünki atamın yanında gətirmişəm, Sanista müalicəsilə bağlı. Atanızın adı nə idi? Adı Hümbət. Hə, nə gözəl. Siz Qərbi Azərbaycandan olmalısınız. Bəli. Nə gözəl, nə gözəl. Süləkdə qalırıq da, gözəl gününüz olsun. Yəni, papam sizin yanınıza gələndə həkim, həqiqətən çox dəyişikliklər olur, yaxşıya doğru. Yəni, onun bədənində yanmalar var idi, orada, yəni, özünüz halını görürdünüz. Allah'a şükür, yaxşıdır, Allah razı olsun sizdən. Eskiden bakıyorsunuz, ona göre yılınca özle yani, size bir teşekkürüm bilsin. Sağ olsun. Ümumiyyətcə də təşəkkür elə, ananıza da təşəkkür eləyin, sizə də təşəkkür eləyir. Sağ olun. Siz mənim... Allah kimləriniz olsun. Həqiqətən çox xeyri olubdur. Yanmalar, onun ayaqlarında çox olurdu, bədəndə göynəmələr olurdu. Sizin müalicəniz az bir vaxt olsa, amma effekti vardı, həqiqətən çox. Yəni, çox yerə, yəni müalicələrə gedir həkimlərə. Demək olar ki, xeyri olmur, yəni kəsmir o bədənin göynəmələri. Yaxşı bildi. Ona görə dedi ki, bir dənə yığ həkimlər özüm danışın, yəni təşəkkürümü bildirim, sağ olsun. Var olun. Ən əsası odur ki, qoçaq qızı var və xanımı var. Təbii ki, gətirdiniz, baxdıq, çox sevindim yaxşı olmağına. Yadıma saldım, bəli, bütün bədəndə yanma hiss eləyirdi, deyir, elə bir alovlanıram. Çox şükürlər olsun ki, yaxşılıqdır. İnşallah arada bir dəfə gətirərsən, yenə baxaram. Mənim salamlarımı çatdırın. Çox sağ olun, təşəkkür edirəm.